Salam, hər vaxtınız xeyir olsun. 3 nömrəli sınaq imtahanının informatika ilə bağlı suallarının izahına baxırıq. 26-cı sual Word ilə bağlı maraqlı suallardan biridir. Açılan pəncərə Find and Replace pəncərəsi və bu pəncərədə deyilib ki, sənəddə olan bütün imtahan sözlərini başqa hansısa bir sözlə əvəzləmək lazımdır. Amma bir şərtlə ki, əvəzləndiyi söz qırmızı rənglə verilsin və qalın verilsin. Bunun üçün biz nə edirik? Birinci növbədə bir Word sənədi açdıq. Burada imtahan sözünü bir neçə yerdə qeyd eləmişəm. Məsələn, biraz burada biri var, biraz aşağıda yenə biri var, biraz aşağıda yenə biri var. İndi bizim məqsədimiz nədir? Nə qədər imtahan sözü varsa, onlar qırmızı qalın başqa bir sözlə əvəzlənsin. Elə imtahan sözü ilə də əvəzlənək də biz onu özümüz seçəcəyik. Bunun üçün əvvəlcə sözümüzü seçirik, replace bölməsinə daxil oluruq. Orada imtahan, mən yazmışam dərs, siz başqa bir söz yaza bilərsiniz, problem yoxdur. Məsələn, deyərik ki, imtahan sözü informatika sözü ilə əvəzlənsin. Bu şərtlə ki, həmin əvəzlənəcək söz, yəni informatika yazısı həm qırmızı yazılsın, həm də eyni zamanda qalın olsun. Seçdik və təsdiqlədik. İndi replace all əmri ilə bundan sonra bu özü də daxil olmaq şərtlə bütün imtahanlar bizim dediyimiz formada əvəzlənəcək. İndi baxın, həqiqətdə də belə başlayır. Gördüyünüz kimi informatika sözləri ilə əvəzləndi imtahan sözləri və qırmızı qalın şriftlər. Deməli belə çıxır ki, replace bölməsində bizim bu əvəzləmə nümunələrimizdən eyni zamanda həm specialın içərisində hardasa bəzi məlumatlarımız olmalıdır, həm də formatın içərisində. Çünki belə suallarda düşür. Bu sual da yəni dövlət qulluğunun qəbulunda düşən sual idi. Belə bir maraqlı sual. Kesinlik indi burada düzgün cavab variantımız nə olacaq? Format düyməsini klikləmək ilə açılan siyahıdan font əmrinin seçilməsi ilə açılan dialoq pəncərəsinə müvafiq parametrlərlə. Maraqlı bir sualdır. Növbəti sualımız 27 nömrəli sualdır. Verilənlər bazası verilib. Həmin verilənlər bazasında müəyyən sorğu icra olunacaq və bu sorğudan sonra ilk 3 yerdəki tələbələrin sıra nömrələri ardıcıllığı bizdən tələb olunur. Akseslə bağlı bir sualdır. Deməli, ilk növbədə biz nə etməliyik? İlk növbədə bizdə qeyd olunub ki, əsas diqqət edəcəyimiz yer bax burada əksində. Demək, ad, informatika, məntiq adlı 3 dənə sütun olacaq. Sorğudan alınan cədvəldə xarici olmayacaq, çünki bu show əmri passivdir. Əlavə olaraq informatikadan 18-dən böyük bərabər olanlar birləşdiriləcək or əmri ilə məntiq 40-dan böyük olanlarla. Kəsişdirmə olması üçün nə olması lazımdır? Hər ikisinin kriteriyada verilməsi. Biri kriteriyada veriblər, biri orada veriblər. Deməli, biri kriteriyada, biri orada olarsa, nəticələr bir-birindən birləşdirilir. Və ən sonda da diqqət edəcəyik ki, ardıcıllığı üzərində diqqət eləməliyik ki, informatika azdan çoxa sıralanmalıdır. İnformatika balına görə. İlk növbədə informatikası 18-dən böyük bərabər olanlar kimlərdir? Baxırıq informatikası böyük bərabər olanlar. 2. Ruslan, Cəlal 6, Elaris, David, Emil. Bu da başqa 18 və 18-dən böyük olan dəyər yox. Qeyd edirik. 2, 6, 8, 9, 10. Or birləşdirici operatoru məntiqi 40-dan böyük olanlar. 40 özü düşünür olar. Çünki 40-dan böyük deyir də, 40-dan böyük bərabər demir. Ruslan, Elaris, David, Emil. Ruslan, Elaris, David və Emil. Gördüyünüz kimi 40-dan böyükləri də qeyd edirik. Yəni 2, 8, 9, 10. Or birləşdirici operator olduğu üçün cavabımız yenə də 2, 6, 8, 9, 10 eləyir. Bu formada alırıq. Ən sonda isə bizdə 5 nəfər alındı. İlk 3 nəfəri nəyə əsasən düzürük? İnformatikanı azdan çoxa. Scanning azdan çoxa deməkdir, scanning çox. İnformatika nəticəsinə görə bu siyahıdan ən az yığan Elaris, yəni 8 birinci olacaq. Elarisdən sonra gəlməlidir Cəlal, yəni 6. Cəlaldan sonra da gəlməlidir Emil, yəni 10. Və cavabımız B variantı.
Bu da oldu B variantı. Keçid alırıq 28-ci sual. Əm, Word-də layout tabının paragraf qrupundakı right hissəsinə 1 sm seçildikdə nə baş verir? Bu zaman seçilmiş abzas sağdan 1 sm sola sürüşür. Seçilmiş abzas və onun sağ kənarı 1 sm sola sürüşür. İndi gəlin birlikdə bunu əyani şəkildə baxaq. Baxın. Baxın, biz Word-ə daxil oluruq. Keçirik bir Word açılır. Burada bu abzası seçmişik, gördüyünüz kimi bütöv bir abzas. Layout və right dedik 1 sm. Buradan 1 sm qeyd edirik. Enter düyməsini sıxırıq. Nə baş verir? Abzas sağ kənarından 1 sm sola doğru sürüşür. Deməli belə çıxır ki, cavab D variantıdır. 29-cu sual. Hide slide əmri yerinə yetirildikdə, məsələn, slaydın nömrəsi üstdürsə, üzərində belə bir çarpaz xətt olur. Və belə kvadratik formada olur. Bu hansı görünüş rejimlərində görünür? Bir görünür normal rejimdə, bir də slide sorted. Gəl əyani şəkildə baxaq. Birlikdə əyani şəkildə bir nəzər yetirək ona. Deməli, belə götürəbildi markımız və biz ikinci slide seçirik. Onu slide show length tabının içərisindən hide slide əmri ilə gizlədirik. Bax, hal-hazırda normal rejimdə görürsünüz. Onun nömrəsinin üzərində belə bir çarpaz xətt var. Eyni zamanda slide sorted rejimində də eyni şeyi görə bilərik. Amma reading view mümkün deyil. Çünki biz onu heç görməyəcəyik. Əgər nümayiş olarsa, görməyəcəyik. Və yaxud da nümayiş rejimində onu elə nümayişdən gizlətdiyimiz üçün göstərməyəcək. İkidə nə görsən də, oxu rejimi nümayiş rejimi deyil deyə, ona görə bəzən görsəndir o, yəni sıxıntılı məqam deyil. Digər görünüş rejimlərinə diqqət eləsəz, məsələn, Notes page rejimində siz elə bir şey görməzsiniz, gördüyünüz kimi, yox. Outline rejimində yenə görürsünüz belə bir şey. Ancaq normal rejimdə, bir də slide sorter rejimində onu izləyə bilirsiniz. Deməli, düzgün cavab variantımız 3-lə 4-dür. Keçid alırıq 30 nömrəli suala. Akseslə bağlı bir sualdır. Cədvəlin tərtibat rejimi, konstruktor rejimindədir. Hansı bölmə sahəyə qiymətin daxil edilməsi məcburi edir? Bu, required bölməsidir. Required bölməsi nəzərdə tutulur. Məsələn, hər hansı bir sahənin içərisinə məlumat qeyd eləməlisən. Tutaq ki, sahənin adı məntiqdir. Əgər require əmri aktivdirsə, o məntiq sahəsini mütləq doldurmalısan. Yəni, onu boş saxlamaq olmaz. Saxlasan belə, cədvəli yadda saxlamaq olmaz. Amma no olsa boşda qala bilər, problem yox. Məsələn, burada indeksləşdirmə var. İndeksləşdirmə nə idi? Demək ki, axtarışı sürətləndirmək üçündür, eyni zamanda dublikatların aradan qaldırılır. File size məsələsi, düşə biləsi şeylərdə yerəmdə, bunları demirəm, lazım deyil sizə. File size nədir? Sahənin uzunluğuna məhdudiyyət qoymaq üçün. Məsələn, sahənin uzunluğuna məhdudiyyət qoymaq istəyirəm, file size bölməsi istifadə. Bu sualın cavabı D variantı, require. 31-ci sual. Sualımızı kəsirik. Belə bir maraqlı sualdır. İlk öncə biz mətnin həcmini tapacağıq. Mətnin həcmi göz simvolların səhifə sayına və bir də əlifbanın bir simvolun həcminə hasilindən keçir. 1440-ı necə yazmaq olar? Məsələn, yazmaq olar 90 vurulsun 2/4. Eyni zamanda 400-ü necə yazmaq olar? 400 özü 16-ya bölünərsə əgər 25 eləyər. 8-ə bölünərsə 50 eləyər. Gəl 8-ə bölək. 2/3 vur 50. Və təbii ki, askı olduğu üçün bir bayta vurur. Bu bizim həcmimizdir. İndi yazıb ki, 1 saniyədə 50 kilobit ötürə bilən bir şəbəkə var. 1 saniyədə 50 kilobit. İndi bunu, bu həcmi ötür, bu əlimizdəki həcmi ötür bu şəbəkə ilə. Bunda nə yazırsa, yazsa 1 saniyə 50 kilobitdirsə,
Burada ən optimal variant kilobitdən bitə gətirməkdir. Oradan byte-a da gətirmək olar, o da problem deyil. Kilobitdən bitə gətirəndə 200 tona vurursan, belə bir şəkildə, belə deyək də. Biz onu keçmişik koddan. Kilobitdən bitə keçəndə 200 tona vurmaq lazımdır. Bitdən sonra byte-a gələndə 200 3-ə bölmək lazımdır. Yəni bunu 207-yə bir dəfəlik vursan, 50-ni 207-yə vursan, onda mən rahatlıqla onu byte eləmiş olaram. 50-ni vuraram, 200'lü 7'ye. Böyle 200 tona vurdum, sonra 200 3'e böldüm də belə deyək. Kilobitdən bitə gəldim, bitdən byte gəldim. İndi bytelandı. Neçə saniyə? 90 vur 207, gördüyünüz kimi 207 vur 50. Bu da bytelandı. İxtisarlarımız gedəcək, 50'lər gedəcək, 207'lər gedəcək, x qalacaq 90. Amma bu 90 saniyə ilə diqqətli olmaq lazımdır. Burada sualı bizdən dəqiqə ilə soruşur. Dəqiqə ilə soruşduğu üçün 90 saniyə nə qədər eləyir? 1 dəqiqə yarım. Deməli cavab A variantı. 1,5 dəqiqə. Çox maraqlı bir sual. İndi isə 32 nömrəli sualımızı kəsək. Maraqlı bir sual da budur. Excel düsturu. Bunun da qəbula düşmə ehtimalı böyükdür. İlk növbədə dostlar, bilməliyik ki, Exceldə hansı əməllər var. Birinci əməlimiz üstə gəlmədir, birisi toplama anlamına gəlir. Çıxma, vurma, bölmə. Hətta istiqamətə diqqət edirsən, sağdan sola tərəf gəlməlidir. Bir də qüvvət işarəsi var. Mötərizədən də hamı bilir də nə işə yarayır. İndi diqqət edirsinizsə burada bu 15 vur A8 plus C9'dan sonra bölmə var. Deməli, burada aralarında bölmə olmalıdır. Bu məsələyə görə C variantının və D variantının düz olma ehtimalı yox. Səhv. B variantında da 15'i ümumi mötərizənin çölünə çıxardım. Hansı ki 15 bura aiddir. Yəni ümumi hamısına aid deyil, yəni kəsrin qabağında deyil o. Deməli B variantı da ola bilməz. A ilə Y arasında qalırsan. Baxırıq ki, A variantında 15, məsələn bu 15'i mötərizəyə almaq istəsə belə olmalı idi. Bura mötərizə qoymalı idi. Amma eyni zamanda da bir tərəfdən bağlamalı idi onu. Yox, quşlarım. Burada əslində dostlar çox diqqət olunası suallardan biridir. Yəni belə üzdən sadə görsənməyinə baxmayaraq kifayət qədər ciddi sual. Nə üçün belədir? Mən sizə indi məlumat verim bu məsələ ilə bağlı. Deməli, birinci növbədə bilməlisən ki, Excel düstur hesablayarkən onu soldan sağa doğru hesablayır. Məsələn, bu suala baxan kimi bilirsən ki, cavabda C və D səhvdir. Çünki burada vurma, burada çıxma istifadə olunur. Bunu qoydum bir kənara. Qaldı A, B və Y variantları arasında. Məsələn, A variantını əgər Excel-ə düstur kimi versən, onda belə olacaq. 15 vur A8 plus C9 böl 4 belə bir şey olacaq. Böl 4 vur 3 vur B5 çıx 3 vur D2. Yəni çünki Excel soldan sağa doğru baxır. Və əgər sən 4'ü 3 vur B5'e istəyirsənsə, yəni vurmaq, yəni bunu bu tərəfə vurmaq istəyirsənsə, Excel'ə bunu mənimsətmək istəyirsənsə, mütləq ki o mötərizədə olmalıdır. Mütləq ki. Ona görə də A variantı da səhvdir. Eyni məsələyə görə əslində B də səhvdir və burada da məsələn 15'i belə bir şəkildə vurublar. Yəni bunu Excel necə başa düşər, onu da deyim sizə B variantında. 15 vur A8 plus C9 sonra bunu bölü 4'e yenə də vurub bu ifadə. Sırf bizim bu ifadəni alabilməyimiz üçün mütləq ki, bax bu gördüyünüz 15'in mötərizəyə düşməsinə ehtiyac yoxdur. 15 onsuz da A8-dən C9'a vurdu. O bölmə ki var altında, o bölmədən sonra mötərizə olmalıdır ki, onu birbaşa 4'ə bölməsin. Gözləsin 4'ü vursun bu nəticələrə. Ondan sonra bunu buna bölsün. Aydın oldu? Çox ciddi bir sualdır, kifayət qədər önəmli sualdır. Dövlət qulluğu qəbulunda istifadə olunub buna oxşar sual. Düzgün cavab variantımız C variantı. 33 nömrəli sualdan davam edirik. 33-cü sualda nə verdi olunub?
Bu aparat təminatına bağlı olan bir sualdır. KMOS yaddaş enerjiden asılı olmayan yaddaşdır. KMOS enerjiden asılı değil, çünki ROM-un daxilinə aiddir. Bu düzgün fikirdir. Funksional baxımdan yaddaş iki hissəyə bölünür. Daxili, xarici. Xarici yaddaş enerjiden asılı olmayan daşıyıcılarda qurulur, düzdür. Heç bir xarici yaddaş enerjiden asılı deyil. Əməli yaddaş aktiv proqramları saxlayır, düzgündür. Xarici yaddaşın işləmə sürəti yox. Həcmi böyük, sürəti isə daxililərə baxanda aşağı. Cavab 1, 3, 4-dür. Devam. 34-cü sual. Elektron cədvəl fraqmentidir və bu fraqmentdə D15 xanasının qiymətini bizdən soruşur. Gəlin bu sualda kəsək. Deməli, ilk öncə diqqət edəcəyimiz məqam nədir? Produkt vurma deməkdir, yəni hasildir. Faktorial, məktəbdən bildiyimiz faktorialdan gəlir. Power da üslü qüvvət demək. Burada diqqət edirsinizsə, produktdan sonra başlayan mötərizə sonda bitib. Yəni belə çıxır ki, bu mötərizənin bitişi buradadır. Bu mötərizənin bitişi isə buradadır. Deməli, bu deməkdir ki, əvvəlcə faktorialı tapıb, power'ı tapıb, faktorialdan power'ı çıxmalıyıq. Sonra aldığımız nəticəni vurmalıyıq bu diapazondakı dəyərə. Çox önəmli bir detaldır. İlk öncə diqqət edək. Faktorial nədir? Faktorial, məsələn, D14 xanasında 4 yazılır. 4 faktorial, məktəbdən də bildiyiniz kimi belə yazılır və onun hesablaması da belədir. 1, vur 2, vur 3, vur 4. Bu bizə verir 24. Bu 24-dən, burada 24 qeyd edirik, çıxacaq. Power S14 ki, S14 xanasında da 3 yazılıb. 3 üstü 2. Burada deyilir 9. 24-dən də 9 çıxdım. Bu sənə verəcək 15. Qeyd edirsən bura ki, buranın qiyməti 15 edir. Ondan sonra product B12, D12-ni tapa bilərsən. B12, D12 diapazonunda da ədədləri hasilini tapanda 10 verir bizə. 5 vur 2 vur 1. Həmin onu soldakı funksiyanın product olması nedeniyle onu vurursan 50'ye alırsan 150. Cevap C variantı 100. Keçirik 35 nömrəli suala. Bu sualda Dövlət İmtahan Mərkəzinin bazı suallarından biridir. Kitab BMP adlı fayl informatika qovluğunda saxlanılırdı. Deməli belə çıxır ki, əvvəllər informatika deyilən bir qovluq var idi. O qovluqda kitab adlı bir fayl saxlanılır. Sonra həmin o kitab adlı faylı hələlik qoyduq kənara. Hələlik. Qoyduq bir kənarda gözləsin kitab. Sonra həmin bu fayl, kitab, həmin qovluqda yerləşən, yəni informatikada yerləşən fizika qovluğunun içində yaradılmış X qovluğuna daşındı. Onun adı burada keçmir. Kitab daşındı bura. Və son nəticə nə olacaq? Mən son nəticədə bilirəm ki, informatika ilə fizika və ondan sonra X olmalıdır, sonra kitab olmalı. İlk hərflərin o qədər önəmi yoxdur. Ona görə ikincidən başlayıram. İnformatikadan sonra fizika gəlməlidir. Deməli, B variantı səhvdir və Y variantı səhvdir. Fizika ilə də kitab arasında yalnız bir X olmalıdır. Bu da şəkil ola bilər. Burada məsələn fikir verirsinizsə, bir qovluq, iki qovluq var. Burada da birbaşa fizikanın içindədir. Axı biz demişik fizikanın içərisində ona hansısa bir qovluğa daşınır. Və cavabımız elə A olur. 36-cı sual qurulmuş diaqramın A2, C2 diapazonuna uyğun gələ bilməsi üçün C1 xanasına nə yazılmalıdır? Gəlin ona da bir göz gəzdirək. Deməli, birinci növbədə biz baxırıq ki, C1 xanasının qiyməti yoxdur və olmadığı üçün nə biz B2-ni, nə də C2-ni hesablaya bilmirik. Belə bir qaydamız var ki, Excel diaqram quranda saat əqrəbi istiqamətində qurur və bu nöqtədən başlayır. Beləliklə, əgər diaqram A2, C2 diapazonu əsasında qurulubsa, deməli, buramız A2-dir, buramız B2-dir, bu da C2-dir. Bu da bizə deyir ki, A2 və B2 bir-birinə bərabərdir, C2 onların 2 qatıdır. İndi biz hesablamanı yalnız buradan apara bilirik, çünki buradakı ədədlərin hamısı bizdə var. Yazırıq A2 bərabərdir. 1 plus B1 çıx A1. B1 yəni 4, A1 yəni 1. 4 çıx 1, vur 3. Cavab olur 10. Əgər A2 10'dursa, diaqrama görə B2 də 10'a bərabərdir, C2 də 20'ye bərabərdir.
İndi istəsəm B2-ni 10-a bərabər edib cavabı taparam, yəni C1-i taparam. İstəsəm C2-ni 20-yə bərabər edib taparam. Gəl elə B2 ilə gedək. B2 bərabərdir B1 bölü 2. B1 neçədir? 4. 4 bölü 2 2 plus 4 vur C1, C1 yoxdur, X-dir. Bərabərdir, bilir ki, B2 10-a bərabər. Onda belə çıxır, 4X bərabərdir 8-ə. X də bərabərdir 2-yə. Cavabımız olur D. 37-ci sual. Bu da Word ilə bağlı bir sualdır. Fərqləndirilmiş hissə hansı əməliyyat icra edir? Bu, fontun dialoq pəncərəsindəki position bölməsidir və əmrin təyinatı seçilmiş mətn fraqmentinin sətir xəttinə nəzərən şaquli vəziyyətini təyin etmək üçündür. Nə deməkdir burada? Nə demək istəyirlər? Məsələn, biz burada Azərbaycan sözcüğünün sətir xəttinin tam ortasında olduğunu görə bilirik. Amma Home-un fontun dialoq pəncərəsindəki advanced bölməsində o positiondan biz onu məsələn raise əmri ilə biraz yuxarıdan yaza bilərik. Və yaxud da lower əmri ilə biraz aşağıdan yaza bilərik. Budur sətir xəttinin nəzərən şaquli yerləşmə. 38-ci sual, ransomware. Bu ransomware fidya deməkdir. Fidya proqramları. Fidya proqramları əsasən 2 dənədir. Biri Petyadır, biri də WannaCry'dır. 3-dən 4. Bu da variantlardan ələndikdən sonra cavabımız qalır Trojan Dropper, Rootkit, Avay. Ransomware haqqında biz informasiya təhlükəsizliyi mövzusunda danışmışıq. Belə bir təqdimatımız da bilirsiniz mövcuddur. Burada 2 dənə əsasən proqramımız mövcuddur. İndi ona baxacağıq. İşte sırf fidya ilə bağlı. Sizə göstərim. Bunun video izahı da bilirsiniz ki, artıq birinci hissəsi YouTube-da paylaşmışam. İkinci hissəni də inşallah bu yaxın günlərdə paylaşılacaq. Informasiya təhlükəsizliyi. Ümumilikdə dostlar, fidya proqramları deyəndə söhbət nədən gedir? Bu da ayrı bir qəbul sualı ola bilər. Fidya proqramları kompüterimizin içərisində olan hansısa bir önəmli sistem qovluğunu şifrələyərək həmin onun mövcudluğu haqqında ekrana bildiriş göstərir və həmin bildirişi nəticəsində də biz müəyyən belə deyək də bizdən pul tələb olunur və yaxud da müəyyən ödəniş eləməyimizi bizdən tələb edirlər. Bu PDF-in içərisində mən onu qeyd etmişdim, həmin cümləni göstərmək istəyirəm sizə. Deyirəm. Buradadır, baxın. Fidya, e-post əlavələri, zərərli veb-saytlar, satışa endirmə linkləri və zəif təhlükəsizlik tədbirləri olan sistemlərə kəsr edən zaman bulaşmaq mümkündür. Bu əsasında fidya proqramı kompüterinizə bulaşdıqdan sonra hər hansı bir qovluğu şifrələyərək mövcudluğu haqqında ekrana bildiriş göndərir və daha sonra şifrələnmiş məlumatların deşifrə olması üçün Bitcoin və ya digər kriptovalyuta sistemləri vasitəsilə sizdən hesaba ödəniş tələb edir. Bunlara nümunə olaraq da biz 2 dənə proqramı göstərmişik. İndi bunların birincisi demək Petyadır, o birisi də WannaCry'dır. Burada qeyd olunur. Hər ikisi ilə mübarizə üsulları deyək. Mübarizə yazılmalı əslində, yox, mühafizə də olar. Üsulları da qeyd edilmişdir. Keçid alırıq indi növbəti məsələyə, yəni 39-cu sual. Slideshow led tabından həyata keçirilən əməliyyatlar. Slideshow-dan slaydın ölçüsünü nizamlamaq olmaz. Onu etmək üçün gərək gedəsək dizayndan. Dizaynın da hansı bölməsinə, onu da göstərərəm sizə indi. Deməli, dizayn lentabının içərisindən də siz getməlisiniz. Bax, belə bir bölüm var orada. Slide settings bilmədən icra edərsiniz. Sonra davam edərik. Slaydlara animasiya effekti vermək. Slaydın özünə deyirsə transition tabındandır. Təqdimatı üzərində səs yazılıbsa, səsi nümayiş zamanı müvəqqəti ləğv etmək düzgündür. Cari slayddan nümayişi gizlədilməsi düzdür. Şablon mövzular dizayndan tətbiq olunur. Nümayişdə qeyd olunmuş vaxtla idarə rehearse timing var. Arxa plan dizayndadır. Slaydların nümayiş ardıcıllığını da buradan seçmək var. İndi göstərəcəm. 3, 4, 6, 8 burada cavabımız olmalıdır. Görək. Burada cavabda niyə belə 8 düşməyib? Əslində 4, 6, 8-dir dostlar, amma burada 3, 4, 6 düşür. Onu hələ ki onsuz imtahan olmayıb, mən nəzərə alıram.
Baxın, slaydların nümayiş ardıcıllığı deyəndə söhbət nədən gedir? Məsələn, burada slide show-un içərisində custom slide show var. Biz oradan seçə bilərik ki, hansı slide birinci gəlsin, hansı ikinci gəlsin və yaxud da hansılar ümumiyyətlə olmasın. Buradan custom slide show-dan icra eləmək olar. Rehearse timing öncədən təyin olunmuş vaxtla idarə olunmasıdır. Bu cari slayddan nümayiş, başdan nümayiş. Bir də o əgər animasiya varsa, onun müvəqqəti ləğvi də bax burdadır setup'ın içərisində. Mən bu variantları düzəltmişəm. Yoxdur, cavabımız 3-dür. Cari slaydın nümayiş edilməsi var. Slaydların nümayiş sonu qeydə alınmış vaxtla idarə olunması və slaydların nümayiş ardıcıllığının seçilməsi buradadır. Keçid alırıq. İndi variantımız Y variantıdır. Yəqin ki, bunu düzəldəcəyik. 40-cı sual. Bu vəziyyətdə də problem yoxdur. Sadəcə səhvliyin olması lazımdır. Alt escape kombinasiyası nəyi icra etmək üçün nəzərdə tutulub? Bu da önəmli bir məqamdır. Bax, hal-hazırda PowerPoint-də deyil, eyni zamanda Microsoft Edge brauzerində və təqdimatlar var bizə. Mən klaviaturadan Alt Escape düyməsini sıxmaqla həmin o pəncərələr üzərində sürətli keçid əldə edirəm. Gördüyünüz kimi. Deməli, taskbar üzərində açıq pəncərələrin birindən o birinə keçidi təmin edir deməli. Sonra burada sırada bir balaca xəta olub. Yəqin ki, 40-dan sonra 43 gəlib. Bu əgər 41 olarsa 42, 43, 44, 45 bir sual artıqdır. Yoxsa elə bir mənə sırada səhvlik olub. Bir də nömrələrə baxım. 26-dan başlayacaq. 26, 28, 29, 30, 31, 35, 36, 37, 38, 40. 41, bax bu olmalıdır. 42, 43, bundan sonra 44, 45, 46, 47. Sıralar biz fərq var yəni. Sistem proqram təminatına aid olanları seçin. Məsələn, klaviatura təbii ki, proqram deyil. RAM da proqram deyil. Scanner proqram deyil. Və cavab variantımız D variantıdır. ROM da proqram deyil. 42-ci sual. 40 səhifəlik sənəddir. Çapda çıxacaq 20-ci səhifəni bizdən tələb eləyir. Gəlin birlikdə bir göz gəzdirək. Deməli, buradan bir kəsim icra edirəm formada və baxırıq. Deməli, 40 səhifəlik sənəddir və çıxacaq səhifələr bunlardır. 2, 3, 4, 5, 6, 10, 12, 13, 14, 15. Kopya da 5'dir. Uncollated dediği üçün əvvəlcə birinci səhifədən kopya sayıları çıxmalıdır. 5 dənə 2 çıxmalıdır. 3, 4, 5. Sonra ardıca 3 çıxmalıdır 5 dənə. 1, 2, 3, 4, 5. Sonra 4. 15 səhifəmiz çıxdı mı? Sonra da 5'lər çıxanda 20-ci səhifəmiz gedib düşür 5'ə. İlk 5'li 2, ikinci 5'li 3, üçüncü 5'li 4, dördüncü 5'li də 5'dir. 20-ci səhifə 5 olacaq. Y var ya. Sualın cavabı. Boşluq, tabulyasiya, abzas simvollarının sənədə əks olunması faylı options bölməsinin hansı bölməsindədir? Bu da düzgün cavab olaraq D variantı display. Baxın, çapda görsənməyən simvollar, boşluqlar, onlar faylın options bölməsinin içərisindədir və display də burada. Boşluqların yerinə nöqtənin olması, paraqraf işarələri, gizlədilmiş metod. Videomuzda bir balaca sualların sıra nömrəsi ilə bağlı sıxıntı yaşaya bilərsiniz. O da normal haldır, çünki mən başqa sıralama ilə vermişdim, sonradan vərəqə yerləşdirmək üçün sıralamanı dəyişiblər, amma sualların hamısı yerindədir də. Məsələn, ola bilər ki, mən burada 26-dan izah edirəm, amma sizə 21-dən vermiş nömrələmə ola bilər. Mənim məsələn izah elədiyim 28-ci sual sizdə 23-cü olar. Nəysə, o problemli məsələ deyil. Əsasdır ki, suallar əlimizdədir. 33 nömrəli əlimdə olan nömrə ilə 33 nömrəli sualı izah edirəm sizə. Fərqləndirilmiş hissə hansı əməliyyatı icra edir? Bu hissə MS Word ilə bağlı olan bir bölmədir. MS Word-də bölmə nəzərdə tutulub seçilmiş mətn fraqmentin sətrə nəzərən, sətr xəttinə nəzərən şaquli yerləşməsinə. İndi mən sizə bir belə deyim, nümunə göstərəcəm.
Böyle sıralamada tapmadım, onu sizin üçün sənədin üstündə göstərsəm yaxşı olardı. Buradadır. Baxın dostlar, deməli sözün sətir xəttinə nəzərən yerləşməsi necə olur? Şiversisi hal-hazırda Azərbaycan sözü sətrin tam olaraq ortasında yerləşir. Yəni bu sətirdirsə, o tam ortasındadır. Fontun dialoq pəncərəsindən advanced bölməsinin burada position deyilən bölümü var. Oradan biz onu raise əmri ilə biraz yuxarı qaldıra bilərik sətir xəttinə nəzərən və yaxud burada lower əmri ilə aşağı sala bilərik. Bu da sözün sətir xəttinə nəzərən şaquli yerləşməsini təyin edirsə düzgün cavab variantımız olacaq Y variantı. Sizdə hansı növlədir bilmirəm, amma məndə bu formadadır. Növbəti suallar artıq sizdəki nömrələmə ilə düz gələcək. Sualı kəsirəm sizin üçün. IP adreslərlə bağlı bir sualdır. IP adreslər ümumilikdə bir-birindən 3 nöqtə ilə ayrılmış 4 hissədən ibarətdir. Yəni 4 aktetdən ibarətdir. Hissələr arasında olan dəyərlər minimum 0, maksimum 255 ola bilər. İndi gəlin birlikdə yavaş-yavaş bu məsələni özümüz üçün çözək. Məsələn, Fivers isə variantlara, belə deyək də, işi biraz imtahan variantı işləyəndə çalışıb biraz vaxta qənaət eləmək lazımdır. Bir-bir onları yoxlamaqdansa, baxıram ki, C ilə başlayır da, 3 dənəsi. Deməli, C ilə başlaması daha belə uyğun gəlir. Ona görə də ilk C ilə başlayan variantı yoxlayıram. Qeyd olunub C, yəni 117, hələ ki, hər şey qaydasındadır. A, nöqtə 18, nöqtə 2, problem yoxdur hələ ki. D, 22.1 və B 68. Elə xoşbəxtlikdən ilk dəfəsindən cavabı tapdıq. Gördüyünüz kimi nöqtələri yenə belə xəttlər çəkdim ki, görəsiniz ki, aktetlərin heç birində 255-i aşma olmadı. Digər variantlarda bu tipli problemlər ola bilərdi məsələn. İndi keçid alıram 40-cı suala. Bu şifahi sualdır. Printer informasiyanı hansı informasiyanı çap edə bilməz? Təbii ki, video tipli informasiyanı çap edə bilməz. Printer kompüter daxilində olan rəqəmsal informasiyanı analoqa çıxarda bilir, amma daha videonu mümkün deyil. Şəkil olar, problem yoxdur. 41-ci sual elektron hökumətlə bağlıdır. Elektron hökumət portalının texniki texnoloji infrastrukturu bir neçə bölmədən ibarətdir. Buradakı variantda uyğundur. Portalın texniki proqram vasitələri, telekommunikasiya kanalları və portalın ehtiyat mərkəzi. İndi mən sizə o məsələ ilə bağlı aydınlıq gətirəcəm. Bəziləriniz bilirəm ki, elektron hökumətlə bağlı sıxıntı yaşayırsınız. Bu təqdimatımızda sizin bütün sıxıntılarınız artıq tamam sıfırlanacaq. Çünki burada sizə lazım olan məlumatlar qeyd olunub artıqlanması ilə. Hansı ki, siz hal-hazırda ekranda elektron hökumət, elektron dövlətdən necə ayrılır onu və elektron hökumətin texniki texnoloji infrastrukturunun komponentlərini görə bilirsiniz. Daha dərindən izahını görmək istəsəz, növbəti səhifədən yaxınlaşdırırım sizin üçün qeydlərinizi götürə bilərsiniz. Bunun ayrıca bir izahı var. Bu videonu uzatmaq istəmirəm bu məsələyə görə. Amma bilin ki, bu formadadır. Yəni istəsəz, mən videosuna baxa bilərsəm də buradan kömək ala bilərsiniz. İndi isə keçid alırıq 42 nömrəli suala. RGB rəng ilə rənglənmiş qrafik təsvir 1024-ün 1024-də monitorda müəyyən həcm tutur. Həcmi tapırıq, sonra 50-yə vurub, sonra da megabayta keçirdirik. Sualı kəsək. Birinci növbədə sualı bu formada kəsdim. Daha sonra düsturumuz belədir də, ekranın enini vuracaqsan uzunluğuna, bir də əgər RGB-dirsə 3 bayta vuracaqsan. A-mız 2/10'dur, B-miz də 2/10'dur, yəni eni və uzunluğu. 3 bayt sabitdir RGB-yə görə və 50 ədəd dediyi üçün bir də 50-yə vuracağıq. Və sonda biz nəticəni baytla almışıq, megabaytla istəyir. Baytdan megabayta keçmək üçün də 2/20-yə bölməliyik. Beləliklə, aldığımız nəticəni 2/20-yə bölsək, o zaman cavabı megabaytla, yəni 150 megabayt ala bilərik. Sualın da düzgün cavab variantı belə idi. 43-cü sual maraqlı suallardan biridir. Gəlin o sualı da sizin üçün izah edeyim. 128/8 ədədini 16-lığa çevirsək, neçə rəqəmli ədəd alınır? Bunun üçün əvvəlcə 128-i 2-nin üstü kimi göstərməliyik. 128 2/7 deməkdir. 2/7/8.
Bu formada yazırıq. Bu da bizə verər 256. İndi burada maraqlı məqam odur ki, 2-nin qüvvətini, ədədi 2-nin üstü qüvvəti kimi göstərmək mümkündürsə, onu 16-lığa çevirmək üçün 2 üstü 4 əsaslar göstərmək lazımdır. Burada da 2 üstü 4 16 olduğuna görədir də belə. 2 üstü 4'ü nəyə vursam 56 alaram. 4'ü vursam 14'ə 56 alaram. Deməli belə çıxır ki, mənim ədədim bu formada ola bilər. 1 vurulsun 16 üstü 14 ədədini, onluq ədədini keçir 16-lığa. Bu çox rahatdır. 16'nın ən böyük qüvvətini nəzərə alırıq. Burada 14'dür. 14 daxil olmaqla 0-a qədər ədədləri düzürük. Bu bizə verəcək 15 rəqəmli ədəd. Və birinci 16 üstü 14'ün əmsalı 1'dir qeyd edirik. Qalan 13'dən 0-a qədər 0 daxil olmaqla hamısı 0'dır. Deməli, ümumilikdə 15 rəqəmli ədəddir. Bir yanında 14 dənə 0. Cavabımız olur 15. 44-cü sualımız algoritmlə bağlıdır. Algoritmin icrasından sonra ekranda nə görünər? Təbii ki, B-nin çap olunan qiyməti görünər. Gəlin baxaq görək, B-nin çap olunan qiyməti nə olacaq? Orada nə görsənəcək? A-mız 1, B-miz də 1'dir. A bərabərdir 8'ə. Burada sual verir bizə şərt blokunda. Deyərik ki, yox, çünki 1'dir A. Yeni A, yəni A2 də deyə bilərsən, bərabərdir A vur 2. Yəni A-nın köhnə qiyməti vur 2. A oldu 2. B də öz növbəsində, yəni B-nin ikinci qiyməti B plus A. B bizdə 1'dir, A-nın da daha 1 qiymətini yoxdur. 2 tapmışıq axı bu dəqiqə. Ən son qiymətini gəlirik B-nin üzərinə. 2 plus 1, B də olur 3. Qalxırıq yuxarı, yenə şərt blokuna. Sual verir bizə. A bərabərdirmi 8'ə? Baxıram A2'dir. Demək yanlışdır. Yox. Təzə A bərabərdir 2 vur 2, 4. B isə sonuncu B, yəni 3, üstə A-nın son qiyməti, yəni 4. B oldu artıq 7. Yenə qalxırıq yuxarı. A 4'dür. 4 8'ə bərabərdirmi? Yox. Yenə düşürük. Bu dəfə A 4 dəfə 2 8'dir. B'miz də 8 plus 7 15'dir. Hər dəfə B'nin ən son qiyməti ilə A'nın ən son qiymətini cəmləyirik. Və bu dəfə yuxarı qalxanda A həqiqətən də 8'dir və biz çıxışa gedirik. B'nin də son qiyməti 15 olduğu üçün bu çap olunan yekun qiymət kimi dəyərləndirilir. Və nəhayət 45-ci sual OCI modelinin müvafiq səviyyələrini uyğunlaşdırmaq lazımdır. Son dövrlərdə çox populyardır OCI modeli. Həm dövlət qulluğu, həm magistraturada bu modellə bağlı bol-bol suallar düşür. OCI modeli açıq sistemlərin qarşılıqlı təsir modelidir. Bu modelə görə ümumilikdə 7 səviyyə mövcuddur. Ən aşağı səviyyəmiz fiziki, ondan yuxarı səviyyəmiz olur kanal, sonra şəbəkə, ondan yuxarıda nəqliyyat, ondan sonra seans, sonra nümayiş, ən yuxarıda da tətbiqi səviyyə. Bu səviyyələrdir, aşağıdan yuxarıya doğru qeyd elədim. Deməli, şəbəkə səviyyəsi elə bir səviyyədir ki, nəqliyyat səviyyəsindən sonra yerləşir və nəqliyyat səviyyəsində hazırlanan hazır paketləri qəbul edir, ötürür və ötürmə prosesində marşrutları təyin edir. Bu da cavabımız şəbəkəyə uyğun gələcək C, yəni 1-ə uyğun gələcək C. Nəqliyyat şəbəkədən bir üst səviyyədir. Burada verilənlərin ötürülməsinə nəzarət edir, ötürmə prosesinə və son nöqtədə verilənlərin vahid halda bir nöqtəyə çatıb-çatmadığını da nəzarətində saxlayır, cavabdehliyi daşıyır. Bu da uyğun gələcək B-yə. Tətbiqi səviyyə isə ən üst səviyyədir. Semantikanın, yəni verilənlərin tamlığını idarə edir. Bu da uyğun gələcək A variantına. 1C, 2B, 3A. OCI modeli ilə bağlı kiçik bir məlumat da sizin diqqətinizə çatdırıram. Kiçik deyəndə, yəni lazım olan qədərdir əslində. Məlumatları qeyd eləyin özünüz üçün mütləq şəkildə, çünki qəbulda sual düşə bilər buradan. Gördüyünüz bu cədvəldə demək olar ki, bir çox məlumatlar qeyd edilmişdir. Bundan da artığı, bundan da genişi lokal şəbəkə ilə bağlı sizə göndərdiyim konspektdə qeyd edilmişdir. Hətta burada olmayan şeylər orada yenə qeyd edilib. Beləliklə, sınağımızın izahını yekunlaşdırırıq. Növbəti sınavda hər birinizə uğurlar arzu edirəm.